Selamun Aleyküm ve Rahmetullah aziz kardeş ve bazılarımız. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibine tahirinel ma'suminel muntecebin. Hoş gördük sizleri. Boynuma vəzifədir ki, İmam Rıza Aleyhisselatü Vesselam'ın adını çəkək burada. İmam Rıza Aleyhisselatü Vesselam'ın əzəmətli məhzərindən hamımıza salamlarımız var, duasıyıq. Bugünkü dərsimizdə keçənki dərsimizin ardıdır. Xidmətinizdə varıq. Elm nurunun haqqında söhbət edirdik. Bugünkü dərsimizdə elm nurunun kökü hardadır? Sualına cavab verməkdir. Əvvəla elm dedikdə biz onu xidmətinizə çatdırdıq. Nəyə nəzər tuturuq? Nur dedikdə nəyə nəzər tuturuq? Yəni elmin nuru söz birləşməsidir. Bu dedikdən biz nəyə nəzər tuturuq? Əvvəla elmin nuru deyildikdə həmən elmin cövhəridir. Yəni həqiqətidir. Məsələn, təkallahlıq haqqında elmi baxışda elmin məğzi, onun həqiqəti Allahın özünü tanıtdırmaqdır. Yəni Allahı tanımaqdır. Mərifətullahdan söhbət gedir. Bu elmin nurudur. Amma yollar ki var, alternativ olsun ya məsələn vasitəli ya vasitəsiz, bunlar həmin elmin zahiridir. Bəs elmin nurunun kökü hardadır? Əvvəla elmin nurunun kökü insan ilə öz fitrətindədir. Elmi insan qəlbində yoğrulan bir ünsür bilən və ya onu mətbu və məsmu elmlərinə ayıran və ya onu Allah istədikləri bəndələrinin qəlbinə qoyduğu bir nur kimi qələmə verən hədislər, həmçinin Allahı tanımağı fitri bilən bütün ayə və rəvayətlər elmin bu xüsusiyyətinə işarə edir. Bütün bunlar elmin xüsusiyyətlərinə işarə edir ki, insan fitrətində elmin nurunun kökü vardır. Yəni elmin nurunun kökü insanın fitrətindədir. İnsan fitrətən o elmin həqiqəti arxasındadır. Əgər bir insanı Amazon meşələrində siz başlı başına buraxsaz, orada böyüsə şirlərlə, pələnlərlə, meymunlarla, bu meşə heyvanlarla üzrsən böyüsə, heç bir insan dəxaləti olmasa onda, yəni insan zəhməti olmasa onun böyüməsində, o gördükləri o canlılardan nəsə hiss, belə deyək, özünə qazanar. Sıçrayışı, ağaca dırmaşmağı, hərəkəti. Amma insanın xüsusiyyətləri necə? Mümkün deyil ki, o tapdalasın. Yəni, bunun fitrətində olan o nur, pələng, şir, ayı, bəbir və digər heyvanların ona qələbəsi ilə, yəni onun böyütməsi ilə aradan getməz. İnsan fitrətinə qaydanda özünü tapır. Necə ki, Həzrəti Əmir Əl-Muminin Əli Əleyhisselatü Vesselam belə buyururlar. Buyurur ki, mən ərəfə nəfsə və ərəfə Rabbə. Hər kəs özünü tanısa, dərk eləsə ki, kiməm mən? Hardan gəlmişəm? Hara gedirəm? İndi haradayam? Hara gedəcəm mən? O vaxt deyir, Allahı da tanıyacaq. Bəs, elə elmin nuru, bayaq dediyimiz kimi, insanın öz fitrətindədir. Bu fitrətdir ki, bizə vicdanımızı oyadır, insaniyyətimizi oyadır, insani keyfiyyətimizi artırmağımızı bizə tövsiyə edir. Qur'an-ı Kərimdə də buna, bu nəfsə Allah Teala and içir. Yəni, nəfsə ləvvamədir, əmmarədir və digərini saymıram, hamısını bilirsiniz inşallah. Bu nəfslər ki, Allahı özünə örnək götürür və insanın özünü danlayır. Allah ona deyir ki, bu xoş nəfsdir. Yəni, xoşbəxtlik gətirən bir nəfsdir. Bu həmən fitrətin bir, belə deyək, istəyidir. Buna vurduğu zərbədir ki, oyan gələnsən, nə iş görürsən? Elm cövhərinin vahid olmaqlığı da elə elmin özünün nuruna qayıdır. Yəni, elmin nuru onun bizə bəxş etdi ki, o nuraniyyət onun cövhəridir. Yəni, onun o özülüdür, nüvəsidir, təməlidir ki,
insanda təsir qoyur. Bu özü də vahid bir formadadır. Bəs rəsmi elmlərin əksinə olaraq və əgər rəvayət ibarəsi ilə desək, səmi eşidiləsi elmlərdən fərqli olaraq elm cövhərinin həqiqəti vahiddir. Bəlkə də elm bir nöqtə idi, nadanlar onu çoxaltdılar cümləsini bəyan edən hədisin məqsədi bu xüsusiyyətdir. Bu harada gəlib? Əvail Ləali 4-cü cild səhifə 129 223-cü hədis. Mən eynəyimi götürməmişəm, yaxşı görmürəm. Bəs deməli bu xüsusiyyətlər elmin cövhərinin vahid olmasını bizə göstərir. Bu hansı xüsusiyyətdir? Elm bir nöqtədir. Elm bir nöqtədir. Cümlə bitir də. Biz əgər istəsək ki, bir dənə cümləni sintaktik təhlil eləyək. Məsələn, mən evə gedirəm, nə edirəm, gedirəm. Xəbər, kim, mən, mübtəda, mən gedirəm, hara, evə, yer zərfliyidir. Cümlədə bu da bitmiş bir fikri ifadə edir, düzdür? Burada deyir ki, elm bir nöqtə idi. Vergül, nadanlar onu çoxaltdılar. Mürəkkəb cümlə düzəlir, düzdür? Amma burada isə bunun əksinə deyirik. Deyirik ki, elm bir nöqtədir. Tamam. Yəni vahid bir formadır. Cövhəri vahiddir bunun. Onun o qayəsi, nüvəsi vahiddir. Birdir. Lazım deyil onu çox, sən onun haqqında belə de, neçə dənə paragraflarla danışasan və onu uzun uzadasan. Bu fayda da verməz. Onun üçün Həzrət Əmir əl-Müminin Əli əleyhissalatü vesselam çox gözəl deməli göstərişlər göstərib Nəhcül Bəlağasında və bizə tövsiyələr verib. Əssalamu aleykum və rəhmətullah.